Salam əziz dostlar. Bugün bir vacib mövzuda bir video hazırlayırıq və ümid edirəm ki, bu sürücülər üçün çox faydalı olacaq. Söhbət Əbdülvahab Salamzadə küçəsindən gedir. Qələbə dairəsindən kənar yolla hərəkət edəndə, yəni körpünün üstünə çıxmırsınız, kənar yolla hərəkət edirsiniz. Burada Köhnə Nəqliyyat Nazirliyini görürsünüz və bilirsiniz, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində maraqlı bir yenilik etdi. Artıq əvvəl biz hərəkət edirdik. Bu kəsişmə nöqtəsindən sağa dönürdük. Bu İspetrola tərəf gedib qabaqdan geriyə dönməklə fırlanıb gəlib çıxırdıq Tiflis prospektinə. İndi burada videoda görəcəksiniz. Maraqlı bir yenilik edilib. Görürsünüz 5-8-1 nişanı qoyulub. Yəni orta zolaq həm düzünə, həm sola. Sol zolaq ancaq sola, sağ zolaq ancaq sağa. İndi çox adam sual verə bilər ki, bəs yaxşı, burada problemi nədir? Yer gəlmişdən bu nöqsanı da qeyd edək. Bu nişanın burada təkrarlanması da var. Bu da ağacın dalında itib batıb. Yəni, yaşıllıq imkan vermir, o nişan orada normal görsənsin. Amma buradan biz görürük və bunu yəqin ki, yadda saxlayacağıq. Bəzi sürücülər gəlirlər. Yəni, burada körpünün altından geriyə dönə də bilərsiniz. Çünki burada geriyə dönmə nişanı var, görürük bunu. Həm də düz gedib, burada yol aracından sola Tiflis prospektinə dönə bilərik. Yəni, baxın, o maşınların getdiyi yerdən biz sola Tiflis prospektinə dönə bilərik. Burada da nişan buna icazə verir. Bu hissədə bir nişan görürük. Və orada bir yazı var, indi onu göstərəcəm sizə. Baxın, bu nişan deyir ki, yol verməklə dönmək olar. Bunu biz neçə vaxtı təbliğ edirik ki, bu nişanı yadda saxlayın. Burada dayanmağa ehtiyac yoxdur. Burada yol ver nişanı var. Ya stop olur, ya 2.4 nişanı olur, ya 2.5. Burada yol ver nişanıdır, yəni stop deyil. Yəni yol verməklə hərəkət edib sağa daimi gedə bilərik. Amma indi gəlin videonu bir də başdan baxaq. Hamı dayanıb, neyir? Gözləyir. Burada dayanmağa heç bir ehtiyac yoxdur. Bu sağ zolaq ancaq sağa gedənlərdir. Görürsünüz, burada bir Prius ağırlı çıxdı, getdi. İndi o biriləri yəqin ki, fikirləşir ki, Prius qırmızıdan keçdi. Xeyr, qırmızıdan keçmədi. Bax, bu nişanı əsas tutdu, yol verməklə keçib getdi. Burada bir foto var, həmən o fotonu da göstərirəm, bir daha oxuyun. Nə yazılıb bura? Yol verməklə dönmək olar. Bax, bu nişanı görürsünüzsə, əziz sürücülər, sizin orada dayanmağınızın heç bir əhəmiyyəti qalmır. Ona görə ən sağ zolaqla gedirsinizsə, Salamzadə küçəsindən Tiflis prospektinə sağa, yəni qırmızı işığı gözləməyə ehtiyac qalmır. Daim dönə bilərsiniz. Videonu biz sizə təkrar göstərəcəyik və ümid edirəm ki, bu sizin üçün faydalı olacaq.